Xoş gördük əziz dinləyicilər. Bilirsiniz, Gürcüstan Azərbaycanlıları da Məhərrəm ayına Aşura mərasimini kifayət qədər yaxşı keçirdilər, belə deyək, kütləvi keçirdilər. Və bu kütləviliklərdən biri də bu günlərdə yəni baş verdi, Aşura günü baş verdi. Yəni həm məsciddə yığılmalar, həm nümayişkaranə şəkildə küçələrdə bunu qeyd etmək. Sadəcə olaraq mənim üçün maraqlı olan məsələ, niyə görə bunu deyirəm? Onun üçün mənim üçün maraqlı olan məsələ, mən Gürcüstanda yaşayan bir sıra siyasətçilərlə, bir sıra ayıq, fəal insanlarla bu barədə həmişə dönəm-dönəm imkan daxilində sosial şəbəkə üzərindən əlaqə saxlayıram və bunlarla biz danışdıqda Gürcüstanda yaxşı şərait var, niyə görə Azərbaycanlılar orada toparlanmır, niyə görə Azərbaycanlılar siyasətlə məşğul olmalar, əgər siyasətlə məşğul olarlarsa Gürcüstan siyasi tarixində çox yaxşı yer tutarlar, həm parlamentə qədər gedib çıxarlar və s. və ilaxır öz problemlərini də yaxşı surətdə həyata keçirirlər, həll edərlər və kompakt surətdə Gürcüstanın həyatında yaxşı rol oynayırlar. Çünki dönəm-dönəm Gürcüstanda yaşayan Azərbaycanlılar bilirsiniz, həm alqı-satqı məsələsində, həm kənd təsərrüfatı məsələsində həmişə bir baskı altında olurlar, həmişə bir problem yaranır. Onun üçün də siyasiləşmək vacibdir. Bu siyasətlə məşğul olan xanımlardan biri də Samirə Bayramovadır. Kifayət qədər Gürcüstan siyasi həyatında rol oynayır. Bir dəfə mən bu xanıma da bir sual verdim ki, əlbəttə sosial şəbəkə üzərindən ki, axı niyə toparlanmırsınız, niyə görə bir siyasi partiya yaratmırsınız? Kimlərlə danışıramsa Gürcüstanda yaşayan Azərbaycanlılar oradakı Azərbaycanlıları aşağılayırlar. Azərbaycanlılar siyasətlə məşğul olmurlar, evdən qırağa çıxmaq istəmirlər, laqeydlər və s. və yaxır. Bəli, Azərbaycan xalqı öz həyatının laqeyddir, bununla işim yoxdur. Amma axı necə olur Gürcüstanla sərhəddə olmayan İran gəlib orada yaşayan Azərbaycanlıları özünə qulluq edən Xamneçiyə çevirə bilirlər? Aşura mərasimi altında, əlbəttə ki, Aşura mərasiminin keçirilməsi çox yaxşı bir tədbirdir. Ümumiyyətlə, qeyrətli şəxsləri yad etmək yaxşı bir şeydir. Amma bugün Azərbaycanda da və bütün Azərbaycana bağlı olan Azərbaycanlıların kompakt yaşadığı yerlərdə də niyə görə bu problemdir? Ona görə bu problemdir ki, burada Həzrət Hüseyn əleyhissalam anlayışından söhbət getmir. Bu anlayış altında İrana xidmət edilir, ona görə qorxuludur, ona görə çəkindirilir. Baxın, məhz bu mənada mən istərdim ki, orada yaşayan Azərbaycanlılara da bunu sübuta yetirim ki, demək ki, əgər Gürcüstanın sərhədində olmayan İran gəlib orada insanları toparlaya bilirsə, Aşura mərasimləri kütləvi surətdə keçirilə bilirsə, demək ki, siz yaxşı işləmirsiniz, demək ki, sizin heç bir fəaliyyətiniz yoxdur və ona görə də orada yaşayan Azərbaycanlıları bu mənada qınamaq yersizdir. Siz özünüz bu işlə məşğul olmursunuz və heç biriniz əlinizi, necə deyirlər, o daşın altına salmaq istəmirsiniz. İkinci məsələ isə Azərbaycanda da bilirsiniz, Aşura mərasimlərində bəzi ruhanilər buraxılmadı məscidə, bəzi insanlar ümumiyyətlə yenə də məhdudiyyətlər yarandı. Dostlar, Məhərrəm ayı keçirtmək qorxulu deyil. Mən istəyirəm bunun açıqlamasını verim ki, niyə görə bizim hökumət tutaq ki, çəkinir bundan? Kərbəla hadisəsi qorxulu deyil, Həzrət Hüseyn əleyhissalamı yad etmək qorxulu deyil. Sadəcə olaraq bu günləri İran dövləti Aşura mərasimi altında, Hüseyn adı altında toplumu cahilləşdirməklə bu cahilləri özünə xidmət elətdirir. Bax, qorxulusu budur. Hökumətlərin çəkindiyi də budur, açıq deyək. Hökumətlərə çəkindiyi budur. Yoxsa ki, orada olan Hüseyni bir duruşu tanımaq deyil. Əlbəttə, Hüseyni bir duruşu tanımaq da ayrı bir problem yarada bilər. Bununla işim yoxdur. Amma bu günləri Azərbaycan xalqının əsasən də məhz bu Aşura mərasimlərini yaxşı surətdə, kütləvi surətdə keçirmək istəyən Azərbaycanlıların belə bir dərdi yoxdur, çox təəssüflər olsun. Çox təəssüflər olsun ki, Hüseyni bir duruşları yoxdur. Bu duruşlar cahil toplum üzərində sadəcə ənənəyə keçirilmiş bir tədbiri keçirməkdir. Bu tədbirdə də bu cahillərin bir yerə yığışmasından, yəni hökumətin nəzərində mən danışıram, cahillərin bir yerə yığışması məhz İran rejiminə xidmət edir. Bax, bu İran rejiminə xidmət etdiyi üçün də Azərbaycan hökuməti üçün bu qorxuludur, bunları dağıtmaq istəyir və mən düşünürəm ki, tamamilə də doğru edir. Niyə görə doğru edir? Çünki buna bir din anlamı vermək lazımdır. Buna bir əqidə anlamı vermək lazımdır. Din anlamı, əqidə anlamı zaten hər hansı bir tədbiri keçirtməklə yox. Hüseyni duruş o tədbiri keçit və ya keçirtmə. Hüseyni duruş kimdəsə varsa, o elmli, savadlı, bu hadisəni bilirsə və müsəlman nə də anlayırsa, onun üçün hər il bu mərasimi keçirtmək çox da önəmlidir. Zaten o insanın şəxsiyyəti və baxışı
bütün il boyu Hüseyni bir baxışdır. Bütün il boyu kütləyə və xalqın xeyrinə işləyən bir baxışdır. Ona görə deyirəm ki, yəni çəkinmələr, qorxmalar, yoxsa şiələrdən qorxur, şiənin nəyindən qorxacaqlar ki, bu ümumiyyətlə cahil firqələrdən yadda saxlayın ki, cahil firqələrdən heç vaxt dövlətlər qorxmur. Bunu yadda saxlayın. Heç bir cahil kütlə dövlət üçün qorxulu olmayıb. Sadəcə olaraq bu cahil kütlə bilmədən bir yerə yığışdıqda təhlükəli ola bilər. Bilmədən bir yerə yığışdıqda təhlükəli ola bilər. Ona görə kimlərsə də belə fikirləşməsin ki, hansısa hökumət tutaq ki, şiələrin yığışmasından qorxur, Hüseynin adından qorxur, Əlinin adından qorxur. Xeyr, sadəcə olaraq qorxduqları cahillərin bir yerə toplanmasından qorxudur. Yəni mən bunu hökumətin nəzərinə sizə çatdırmaq istəyirəm. Təşəkkür edirəm.